biz elə baxmalıyıq ki çarmıxa, İsa'nın çarmıxına. Biz İsa'nın sağında solunda olan quldurları görməyək. Bizim diqqətimiz ani belə yayınmamalıdır. Biz ancaq İsa'ya baxmalıyıq. Biz bu dünyada quldur kimi insanlarıq, günahkar kimi insanlarıq. Onlar quldurluğu həyatlarında icra eləyiblər, amma bəlkə də bu quldurluqlar bizim daxilimizdədir. Çünki insanın qəlbini Allah görür. Biz çarmıxa İsa'ya elə baxmalıyıq ki, bizim ani diqqətimiz çarmıxdan yayılmasın. Çünki bizə görə insan deyil. Bizə görə insan ölmədi. Bizə görə insan fəryad etmədi. Bizə görə insan vəsatət etmədi. Bizə görə Rəbbin oğlu İsa Məsih vəsatət etdi ki, ata onları bağışla. Onlar nə etdiklərini anlamırlar. İndi sənə bir sual verirəm. Sən itmiş oğulsan? Sən çıxıb evdən bura gələndə oğul kimi dedimmi gedirəm atamın huzuruna, deyəcəm ki, ata məni bağışla. Sənin gəlişinin yavaş-yavaş, bilmirəm avtobusla gəlmirsən, nə ilə gəlmirsən, sənin gəlişini Allah görürdü və Rəbb müqəddəs kəlamda İsa Məsih deyir ki, görəndə ki, ata itmiş oğul gəlir, ata evdə oturmur, çıxır bayra, qaçır, o düz itmişə tərəf. Ata gəlir. Oğul görür ki, onu qarşılayan atadır. Oğul həmin anda, anında bir şeydə dərk edir. Məni qarşılayan qul yox, məni qarşılayan qardaş olmadı, məni qarşılayan mənim atam oldu. Mənim ən böyük ehtiyacım sən demə, mənim atam imiş. Ay itmiş oğul, sən bunu niyə əvvəlcədən dərk eləmədin? Biz niyə bu şeyləri edirik?